Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vahdahu vessalatu vesselamu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Fe inne asdaqal hadisi kitabullah ve hayrul hadi hadi Muhammedin sallallahu aleyhi ve aleyhi ve sellem ve şerrul umuri muhtesatuhâ ve kulle muhtesetin bid'a ve kulle bid'atin dalâle ve kulle dalâletin finnâr. Arkadaşlar, Allah subhanahu teala sonsuz sayıda şükürler olsun ki müvəffəq elədi bizi. Elhamdülillah bu aya qovuşduq və həmçində artıq 5 gün orucdan belə tutduq. Görürsünüz necə də yəni günlər tez-tez gedir. Çünki bunlar bir sayılmış günlərdir. Yəni necə ki qeyd eləmişdik bundan qabaq da, yəni tez bir vaxtda keçib gedəcəkdir. Necə ki bizim ömrümüz elə. Yəni sayılmış günlərdir, sayılmış nəfəslərdir, verilibdir bizə. Ona görə nə xoş o insanın halına ki, bu mübarək günlərdən gözəl şəkildə səmərəli istifadə eləsin. Yəni əgər səmərəli istifadə eləməzsə bu günlərdən, sözsüz ki, sonra o peşman olacaqdır. Sonraki peşmansılıqda heç bir fayda verməyəcəkdir. İnsan nə etməlidir? Yəni yuxusunda necə deyək, haram qatmalıdır, yəni az yatmalıdır. Onun üçün əlhəmdülillah yemirik və xüsusən iftarda məsələn az yeməlisən ki, gecə namazdan rahat dura biləsən. Sonra gündüzlər misal üçün çalışmalısan ki, daha belə az yatasan. Yatsan da belə az bir müddət zöhrdən sonra və yaxud zöhrdən qabaq, əgər işdən gücdən alınırsa. Yəni çalışmaq lazım ki, bu dəyərli dəqiqələri, dəyərli vaxtı, dəyərli günləri səmərəli keçirməyə. Çünki bu günlər yəni çox bir əzəmətli günlərdir. Yəni bunun sayı hesabı yoxdur. Necə ki bilirsiniz, Allah subhanahu wa ta'ala başqa ibadətlər vurulur bir neçə qata. Yəni ondan 700 kimi. Amma bu ibadət vurulmur. Bunun əcrini, bunun savabını Rəbbimiz özü verəcək. Yəni sayı hesabı yoxdur bunun. Yəni sən bilirsənsə ki, sayı hesabı yoxdur sənin bugünkü gün elədiyin əməllər, necə sən ona tənbəl elə bilərsən? Axı sənin mövsümundur. Müminin, müsəlmanın mövsümüdür bu. Baxın, görün tacirlər. Bir mövsümləri var. Hər tacirin bir özün mövsümü. O mövsümdə hətta bir gündüz yatmırlar sanki. Düzdürmü? Niyə görə? Ki, yəni dünyadan nəsə əldə eləmək üçün. Və necə ola bilər ki, bizə rahatçılıqla yuxu geçsin, rahatçılıqla yataq, rahatçılıqla ancaq dünya ilə məşğul olaq, bizim mövsumumuz o olar. Bu, o dünyadan daha da qat-qat üstündür. Ona görə birinci öz nəfsimi, sonra birinizi yanıma çağıram ki, sözsüz ki, təqvalı olmağa, Allah qorxusu və həmçində ki, bu ayı səmərəli keçirməyə. Heləm gec deyil, yəni 5 gün keçir. Amma bir də görəcəksiniz ki, 25-cidir və yaxud axırıncı gündür artıq. Orucun, tutsuz. Ona görə indi bugünkü günləri, bugünə kimi yəni boşluqlar vermişsinizsə, əlhəmdülillah indi heləm gec deyil. Yəni ki, bugünkü gündən sonraki günlərə boşluq verməyin. Maksimum nə bacarırsınız, yəni xeyir ayıdır. Nə bacarırsan, Qurandan oxu, zikr elə, müsəlmanların xidmətində ol, nə bacarırsan. İftarlar ver, imkanın varsa, sədəqələrini artır və s. Nə bacarırsan onu. Əsas odur ki, dayanma. Çünki bilmirik axı biz, sözsüz ki, bilmirik bu aydan tam çıxacaq, salamat çıxmayacaq. Nəinki növbəti bir Ramazana çatmaq məsələsi. Ona görə səmərəli keçirdək ki, sonra nə olmasın, yəni peşmançılıq olmasın. Bunlar hamısı hara qayıdır, qardaşlar? Yəni imanın dürüst olması üçün hara qayıdır? Müəllim, qəlbə qayıdır. Yəni qəlb əgərlərim salamat olarsa və qəlb əgər düzgün olarsa, onda insanın imanı da düzgün olar. Ona görə ki, insanda olan ən şərəfli şey nədir? Qəlbdir. İnsanın ən şərəfli şeyi qəlbdir. O qəlb ki, Allahı tanıyır. O qəlb ki, onun üçün əməl eləyir. Və onun cənnətinə səy eləyir.
hər gündən günə çalışır ki, o cənnəti qazanmağa. Və bu qəlbdir. Və həmçində ki, artıq o qəlb elə olanda onun əzaları da ona tabi olur. Əzalar tabi olur. Qəlb xarab olanda əzalar da xarab olur. Vurur üzə. Bəli. Niyə görə? Ona görə ki, insanın əsl yəni ki, istiqamətdə olması, düzgün yolda olması, yəni qulun nədir? İstiqamətü qalbi. Yəni onun qəlbinin düzgün olması, düz yolda olmasıdır, düzəltməsi. Necə ki, rəvayət olunur, Ənəs ibn Məlik radiyallahu anhu, Ənəs ibn Məlikdən rəvayət olunur, qalə Rasulullah sallallahu aleyhi ve sellem. Allah Rasulü sallallahu aleyhi ve sellem dedi, La yəstəqimu imanu əbdin həttə yəstəqimu qalbuhu. Deyir, qulun deyir, imanı deyir, düz olmaz. Nə vaxta kimi? O vaxta kimi ki, yəni imanı düzəlməz, o vaxta kimi qəlbi düzəlməyəcək. Bəli. Bu da ki, İmam Əhməd rahimehullah rəvayət edibdir və Şeyx Albani rahimehullah bu hədisi Həsən sayıbdır Səhih silsiləsi kitabında. Yəni görürsünüz qardaşlar, Allah Resulü sallallahu əleyhi və səlləm nə dedi? Onu qeyd elədi ki, bizə, yəni insan, yəni əgər istənsə imanının düzəlməsi, onu nə edəcəksən? Qəlbinin üzərində çalışacaqsan, qəlbini düzəldəcəksən. Görürsən ki, bax necə ki, dünən qeyd elədik ki, insan nə olur? İnsan məhrum olur. Nədən məhrum olur? Elmdən məhrum olur. Öyrənə bilmir, getmir. Niyə görə? Çox hallarda ona görə ki, elm bir nurdur. Allah subhanət onu hara yerləşdirir? İnsanın qəlbinə yerləşdirir. Yəni, o qəlbdə əgərəm günahlar varsa, o nur ora yerləşə bilməz. Çünki o günahlar o nuru söndürür. Və artıq elmdəki ora daxil ola bilmir. O neyinizi? Yəni, belə çalışacaq bunun üzərində. Və qal İmam İbn Rəcəb rahiməhullah teala vəl-murad bil-istiqamət imanihi. Burada yəni murad mənası yəni nədir? Yəni imanın istiqaməti, istiqamət ə'məli cəvarihi. Yəni bir insanın qəlbi düzələrsə, imanı yəni düzələr. Nə deməkdir? O deməkdir ki, onun əzaların əməlləri düzəlməsi, zahir əməli düzəlməsi. Yəni insanın qəlbi düzəlirsə, deməli nə olur? Onun əməlləri düzəlir. فَإِنَّ أَعْمَالُ الْجَوَارِحِ لَا يَسْتَقِمُ إِلَّا بِاِسْتِقَامَةِ الْقَلْبِ. Deyir, qəlbin deyir, daha doğrusu, yəni əzaların əməlləri, yəni düzəlməsi mümkün deyil, qəlb düzəlməsə. Yalnız qəlb düzgün olarsa, düz olarsa, o halda nə olacaqdır? Onda əzalar da düzələcəkdir. Günaha meyillənməyəcəksən. Harama getməyəcəksən, xeyir üçün gedəcəksən, meçid üçün gedəcəksən, can atacaqsan namaz üçün, can atacaqsan zikr üçün, can atacaqsan zikr məclisi üçün. Harama yox, lağlağa olunan yerə yox. Yəni, sənə xoş gələcək artıq ki, Allah subhanahu wa ta'ala zikr olunan məclis daha sənin qəlbinə yatacaqdır. Sən artıq o birisi məclisə gedəndə sıxılacaqsın əksinə. Nəinki, amma necə idi insan? Gəlir, oturur, dərsdə deyir, bir dərs tez qutarsaydı. Bir tez qutarsa gedərdim. Hara gedirsən? Hara gedirsən? Dünya dalıncan gedirsən. Nə bilirsən ki, elə bəlkə o dərsin səbəbi ilə Allah subhanahu səni bağışlayacaq günahlarını. Çünki oranı mələklər əhatə eləyər. Orada onlar üçün dua eləyərlər, rəhmət diləyərlər. Niyə görə sən o mələklərin hətta yəni dualarından, duasından məhrum olmalısın? Düzdür? Və həmçindəki necə ola bilsin ki, orada da elə bir fayda olsun ki, yəni həqiqi mənada sənin tam şəkildə qəlbin düzələr. Və mə'nə istiqamətül qalb, amma qəlbin düzəlməsi mənası nə deməkdir? Yəni necə ki, İbn Rəcəb rahimehullah deyir, ən yəkuna mumtəliyən min məhəbbətilləh.
o deyir Allaha sevgi ilə dolu olmalıdır. Yəni qəlbin bax düzəlməsi budur. Yəni qəlb doludur Allah sevgisi ilə. Və min məhəbbətillah, na'am. Və məhəbbət ta'atihi, və ona itaat eləməklə dolu olmalıdır. Sevgi. Yəni sevirsən sən o itaati. Və kərahətu məsiyyətihi. Və yəni ikrah eləmək nəyləri? Asilikləri. Və salamat qəlb budur. Və nə? Allaha sevgi ilə dolu olmalıdır və Allahı itaətlərinə sevgi ilə dolu olmalıdır və həmçində ki, günahlara, asiliklərə ikrahla dolu olmalıdır. Budur. وَقَدْ بَيَّنَ النَّبِيُّ sallallahu aleyhi ve sellem əhəmmiyyədə hədir mudğa. Allah Resulü sallallahu aleyhi ve sellem bu bir parça ətin əhəmmiyyətini bəyan edibdir. Bir parça ətdir də qəlbdir. Düzdürmü? Bəyan edibdir. فَعَنِ النُّعْمَانِ ibn Bəşir radiyallahu anhu qalə. Numan ibn Bəşirdən rəvayət olunur. O deyir. Səmi'tu Rasulullah sallallahu aleyhi ve sellem yəqul. Allah Resulü sallallahu aleyhi ve sellem'ini eşittim. Demir ha dedi. Birbaşa eşitibdi. Yani bu daha güclüdür. Birbaşa eşitibdi Allah Resulü sallallahu aleyhi ve sellem'den. Yəqulu. Ələ və innə fil cəsədi mudğa. İdə saləhət, saləhəl cəsədi kulluhu. Deyir, insanın, yəni cəsəddə daha doğrusu, bir parça ət var. Əgər o dil düzələrsə, o islah olarsa, cəsəd hamısı düzələr, islah olar. Bütün cəsəd. Bu nə dəlil? Bax, yaxşı sözü dəlildir. Qəlbin düzəlməsi, əzaların düzəlməsinə dəlildir. Əgər o düzələrsə, Allah Resulü nə dedi? Bütün cəsəd düzələr. Və idə fəsədə cəsədə kulluhu. Əgər o deyil, fəsad olarsa, onda bütün cəsəd fəsad olar. Bütün cəsəd. Ələ və hiyəl qalb. O da deyir, nədir? O qəlbdir. Qəlbdir. Biz zahirən çox şeylər eləyə bilərik. İnsanlara özümüzü salih kimi də göstərə bilərik. Düzdürmü? İbadətdə belə möhkəm olanlar, nə sədəqə verən, nə bilim zəkat verən və s. axır. Düzdürmü? Amma sənin hara qayıdır? Qəlbə qayıdır, niyyətə qayıdır. İnsanlara göstərməkdir bu sənin elədiyin şeylər. Yoxsa Allah üçündür. Allah üçündür, sən nə xoş alınmasa. İnsanlar üçündürsə elə elədiyin üçün olacaqdır. Və üstəlik insan nə olacaq? Onun üçün günah olacaq. Şirk. Və sihhatul qalbi və sələmətuhu huvə əsasul fələhi fid-dunya vəl-əxirə. Qəlbin salamat, yəni səhi olması, xəstə olmaması və salamat olması o əsl elə bu dünyada və axirətdə olan nədir? Fələhdir, nizatdır. Qalə Allah-u Teala, Allah subhanahu teala deyir, Şuara surəsinin 88-89-cu ayəsində Yəvmə lə yənfəv məlun və lə bənun illə mən ətəlləh bi qalbin səlim. O gün ki, nə var dövlət, nə də oğul uşaq bir fayda verməyəcək. O gün nə var dövlət, nə də oğul uşaq heç bir fayda verməyəcəkdir. Nə deyir? Ancaq və yaxud da yalnız sağlam bir qəlblə Allahın hüzuruna gələnlərdən başqa. Sağlam bir qəlblə. Sağlam. Onun üçün nə etməliyik, qardaşlar? Daim qəlbimizin üzərimizdə çalışmalıyıq. Çalışmalıyıq ki, onu islah eləməyə. Çalışmalıyıq onun üzərində. Niyyətlərimizi düzəltməliyik. Allah üçün olmalıdır. Kimizə razı salmaq üçün yox. Kimizə yanında bir hörmətimiz qalxmaq üçün yox. Yalnız Rəbbimiz üçün. O insan səndən bir gün ola bilsin ki, razı olsun. Ola bilsin ki, bir günlərim səni tərifləsin. Sabah amma sənin onun aran dəyənin olacaqdır. Onun sənin hər bir halda aran dəyəcəkdir. Və onun gözündən düşəcəksin. Bu da Allahdandır. Amma Allah üçün eləsin əməlini. Hətta o insanın belə xoşuna gəlməsə,
gezi-tezi Allah subhanahu wa ta'ala onların qəlbinə sənə qarşı sevgi salacaqdır. Bu vəddir. Mümkündür. Və bu da deyir, hansı ki, bu hədəlləzi yənfə indəkə, yəni ey indəllah, bu odur ki, Allah dərgahında sənə fayda verəcəkdir. Və hədəlləzi yəncu bihi minəl iqab, və bu odur ki, hansı ki, əzabdan, yəni ki, xilas olacaqdır, nicat tapacaqdır. Və o qəlbdir. Və yəstəhiqqu cəziru thəvəb, və o savabba nail olmağa haqlı olur. Bol-bol. Və qalbül səlim mə'nahu, və onun bir başqa mənasıdır. Yəni, salamat qəlbin mənası nədir? Əlləzi səlimə minəş-şirki və şəkki. Hansı ki, şirkdən və şəkdən salamatdır, uzaqdır. Həm şirkdən, həm şəkdən. Və məhəbbətü-şərri, və şəri sevməkdən uzaqdır. Və israru aləl-bidə'i və zunub. Və həmçində nədən uzaqdır? Bidətə və yaxud da nə? Günahlara israr olmaqdan uzaqdır. Salamat qəlb budur. Bir insan bidət eləyirsə, onun qəlbi salamat ola bilməz. Və yaxud da günah hər bir şəxs edir, amma o günaha peşmançılığı yoxdursa, peşman olmursa, tövbə eləmirsə, nədəm olmursa, yəni, o qəlb salamat deyil. Onu eləməliyik, qəlbimizə qayıtmalıyıq. O, hər birimiz günah elə bilirik. Hər bir eləyirik də. Amma eləməlisən, elədin, peşman olmalısın ona görə. Baxmalısan ki, sən nə elədin, nə üçün elədin və kimə qarşı elədin. Həmən tövbə eləməlisən, peşman olmalısan. Allahdan bağışlama diləməlisən ki, Allah səni bağışlasın o günaha görə. Gecələr durub yalvarmalısan. Elən var, fürsət. Vaxt gələcəkdə artıq bizi qoyanda o tək o qəbirə heç bir vaxt olmayacaqdır. Yəni, istəsən belə qayıda bilməyəcəksin. Bir günün belə istəyəcək Allahdan ki, qaytarsın bizə bir günün Ramazanın bir gününə. Halbuki büyük gündə amma Allah subhanahu ta'ala onu bizə veribdir. Yaşayırıq, amma faydalanmırıq. Düzdürmü? Bir insana desən ki, ölüm istəsən ona, deyər ki, nə deyər? Deyər, ölmək istəmirəm. Deyəcək, niyə? Deyir ki, xeyir işlər görmək istəyirəm. Xeyir əməllər eləmək istəyirəm. Mən oruclar və s. axır. Sonra deyirsən, yaxşı, elə də xeyir əməllər. Deyəcək, sonra. Düzdürmü? Deyəcək, sonra. Amma dünya işi gəlsə ona, hansısa bir xeyir dünyadan, bilsə ki, bunun bu qədər qazancı var, onu deyərmi sonra eləyərəm? Onu deyərmi sabah eləyərəm? Əgərlərim bu günə aiddir sonun məsələsi. Əlbəttə deməz. Düzdür? Və budur, qardaşlar. Budur. Və həmçində ki, nə ilə qardaşlar bu düzəlir? İxlasla, elmlə, yəqinlə və xeyri sevməklə. Yəni, bunların hamısıyla qəlbini bəziyir. Yəni, xeyri sevir və bu sadalarımızdan hamısını neyinir? Qəlbini onunla bəziyir. Bununla bəziyərsənsə, Allahın izni ilə qəlbin salamat olacaq, ixlaslı olmaqla. Və elm, yəni olmasa mümkün deyil. Yəni, elm olmalı, sən tanımalısın Allah subhanahu wa ta'aləni. Sən bilməlisən, kimə səcdə eləyirsən, kimin qarşısında durursan. Düzdür, ad və sifətlərini biləcəksən. Və s. axır. Və həmçində ki, onun iradəsi və məhəbbəti hamısı yəni Allah üçün olmalıdır. Yəni, tabi olmalıdır ona hamısı. Və həmçində ki, qardaşlar, yəni, salamat qəlb və səhiyyənin qəlb, bu
peyğəmbərlərin və elçilərin vəsiflərindəndir. Onların vəsiflərindəndir. Aleyhisselam. Fələmmə zəkərəllahu Teala nəbiyyəhu İbrahim aleyhisselam. Vasəfəhu bi qavlihi. Allah subhanahu wa ta'ala İbrahim aleyhisselam barəsində bizə bildirir. O onu vəsf edir. Və innə min şi'atihi lə İbrahim iz cəə rabbəhu bi qalbin səlim. Bu da Saffət surəsi 83-84-cü ayələrdir. Həqiqətən İbrahim onun arzularından idi. Yəni ardınca gedənlərdən idi. Bir zaman o öz Rəbbinin yanına pak bir qəlblə gəldi. Görürsünüz necə vəsf elədi Allah Subhanahu İbrahim əleyhissalamı pak və qəlblə. Bu pak qəlb, gözəl qəlb nədir? Kimlərin vəsfidir? Peyğəmbərlərin. Bəli. Və Peyğəmbər s.ə.v-in dualarından hədisdə gəlir. Onu da Şeyx Albani rahimehullah səhih sahibdir. Və kənə min dua'i nəbiyyinə Muhammedin sallallahu aleyhi ve sellem və əs'əlukə qalbən səlimə. Və əs'əlukə, səndən istəyirəm salamat qəlb. Allah subhanahu wa ta'ala Peyğəmbər s.ə.v eləyərdi bunu dua. Bəyəm Allah Rasulü s.ə.v-in qəlbi salamat deyildi, əlbəttə salamat deyildi. Bizə öyrədirdi. Bizə öyrədirdi qardaşlar. Yəni bunu istəmək lazımdır Allahdan. Deməli, bu Peyğəmbər s.ə.v bunun üçün dua eləyibsə, deməli bunu biz nə etməliyik? Nail olmaq üçün həmçində Allah subhanahu ta'alədən istəməliyik. Elə belə mümkün deyil. Sən Allahdan istəyəcəksən və səbəblərdən yapışacaqsan. Sən Allahdan istə, Allah qorusun ki, şirk içində ol, şək içində, bidət içində ol və günahlar içində boğul və deyilmə Allah dua edirəm, bu duanı hər səhər axşam edirəm və ya gündə 100 dəfə elə, misal üçün. Nə faydası var? Sən təsir istəməyəcək, həm də nə edəcəksən? Səbəbdən yapışacaqsan. Nəyə bənzəyir bu? Birisi evlənməmiş, heç evlənməyib ömründə, Allahdan övlad istəyir gündüz. Bir səbəbdən yapış, evlən, sonra Allahdan xeyirli bir övlad istə. Bu da elə. Allahdan gözəl qəlb istəyirsən, gözəl əxlaq istəyirsən, amma nə? Onun səbəblərini yapışmırsan, səbəblərini tutmursan. Bəli, bu həmçindəki, yəni bu salamat qəlb qardaşlar, insanın yəni başqa bir xəstəliklərdən də neyir? Yəni isə alimlər qeyd edibdir, yəni insanı salamat edir onun xəstəliyindən, yəni xəstəlikdən. Bəli. Burada inşallah durarım Allahın izni ilə. Allah müvəffəq eləsin. Daha çox faydalar Allah nəsib edərsə oxuyarıq inşallah. Və həmçindəki bir dənə başqa fayda da bir qeyd edeyim. Ondan kifayətlənək inşallah. Elmin, yəni ki, elmin yayılmasına kim yardım eləyirsə, kömək eləyirsə, o da elə bil ki, onun qəlbinin salamat olmağına inşallah Allah'ın izni səbəblərdəndir ki, nə olsun? Yəni düzəlməsinə. Amma nə etməlidir? İnsan sözsüz ki, bunun hamısını ola bilsin ki, elir bunları və yenə günahlar içində batır. Məsələn, o bilsin hansısa bir məclislər qurur, o bilsin hansısa bir tələbələr yetişdirir, amma özü neyinir? Allah subhanətə diləyirik ki, hər birimizi rəhm eləsin. Və kimsə də bu haldadırsa, Allah subhanətə onu islah eləsin. Ən birinci bizi, hər birimizi və sonra müsəlmanların halını. Allah subhanətə bizə eşitib faydalan eləsin, qardaşlar. Allah subhanətə sizlərə bərəkət versin. Nə xoş oldu, görüşdük bir yerdə, əlhəmdülillah. Allah subhanətə faydalı eləsin bunu bizim üçün. Və Rəbbimdən diləyirəm ki, Allah subhanətə bizləri bağışlasın. Və Allah subhanətə hər birimizə bu salamat qəlb, yəni salamat qəlbli olmaq nimətini bizə bəxş eləsin. Allah subhanətə Allah bizim ölkəmizi qorusun
pislikdən, şərdən, bəlalardan və Allah Subhanahu kimlər ki bizim ölkəmizə və ölkə başçımıza hilələr qururlar, Allah Subhanahu özü onun qarşısını alsın. Və Allah Subhanahu taala dilərik ki, Rəbbimiz bizim başçımıza kömək olsun, daim ona düzgün şəkildə qərarlar verməyə. Və həmçində ki, başçımızın və onun ətrafında olanların hidayətini artırsın. Allah Subhanahu taala yəni millətimizə, xalqımıza hidayət versin. Allah Subhanahu taala daha doğrusunu bilir. Allah Subhanahu hər birimizi rəhm eləsin. Allah Subhanahu taala bizim yaxınlarımızdan kimlər ki var, dünyasını dəyişiblər müsəlmanlar, Allah onların günahını bağışlasın və qalanlarına da ki Allah hidayət versin. Allah daha doğrusunu bilir. Subhanakallahumma bihamdik. Əşhədu ən la ilahe illə ent. Əstəğfiruka və etûbü ileyk.